Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asmin aleyhimusselam ve la'natu daim ala a'daihim ecmain minel an ila kıyavmi yevmiddin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. İslam tarixində Peyğəmbər Əhl-i Beytinə qarşı edilən ən böyük zülmlərdən, ən böyük haqsızlıqlardan, ən böyük ədalətsizliklərdən və ən böyük cinayətlərdən biri Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u Kərbala çölündə, Kərbala düzündə baş vermişdir. Bu hadisə Peyğəmbər Əhl-i Beytindən olan və Peyğəmbərin əziz nəvəsi olan İmam Hüseyin əleyhissalama qarşı törədilmişdir. Biz bunu təkcə İslam tarixinə nisbət versək, bu hadisənin biz qısaldmış olaraq, yəni bu hadisənin əhatəsini qısaldmış olaraq. Amma bu hadisə nəinki İslam tarixində, bu hadisə bəlkə də dünya tarixində insanlığa qarşı və eyni zamanda Peyğəmbər Əhl-i Beytinə qarşı törədilən ən böyük cinayətlərdən biridir. İnsanlığa qarşı, Əhl-i Beytə qarşı törədilən ən böyük haqsızlıqlardan biridir. Ən böyük ədalətsizliklərdən biridir. Və 14 əsr keçməsinə baxmayaraq bu hadisə görür ki, insanların, möminlərin Peyğəmbər Əhl-i Beytinə qarşı qəlbində, sevgisi olanların qəlbində, əməlində yaşayır. Və insanlar, möminlər, Əhl-i Beytə məhəbbəti olanlar hər il Məhərrəm ayında İmam Hüseyin əleyhissalamın Kərbəlasını, İmam Hüseyin əleyhissalamın əzasını saxlamaqla, qeyd etməklə bu hadisəni diri saxlayıblar. Və bunun həqiqətini, bu hadisənin gözəlliyini, həqiqətini dünyaya çatdırıblar. Və eyni zamanda bunun müqabilində biz görürük ki, İslam düşmənləri, Əhl-i Beyti sevməyənlər bunun qarşısında mübarizə aparıblar ki, bu hadisə aradan geçsin, bu insanlar bunu unutsunlar. Və müxtəlif cəhətdən mübarizə aparıblar. İmam Hüseyin əleyhissalam səhv edib, İmam Hüseyin əleyhissalam xəta edib, dövrün xəlifəsinə qarşı çıxıb. Amma bunu unutmayaq ki, Yezidin xilafəti heç bir sünnəyə söykənmir. Biz bu haqda çıxışlarımızın birində qeyd etmişik ki, İslam dinində məzhəblər arasında Peyğəmbərdən sonra kimin xəlifəsi olması haqqında iki nəzər var. Birinci nəzər budur ki, Peyğəmbər özündən sonra 12 imamı, yəni İslam ümmətinə rəhbər təyin edib. İkinci nəzər də budur ki, Peyğəmbərdən sonra İslam xəlifəsini şura seçər. Amma biz Yezidin xilafətinə baxdıqda, nə Yezidin xilafəti haqqında Peyğəmbər bir kəlam buyurmayıb, nə də heç bir şura, heç bir cəmaat Yezidi xəlifə seçməyib. Ona görə Yezidin xilafəti, Yezidin xəlifəliyi batil bir xəlifə idi və İmam Hüseyin əleyhissalam da ona beyyət etməməsi haqq olaraq qiymətləndirilməlidir. Və biz baxıb görürük ki, həqiqətən də Peyğəmbər Əhl-i Beytinə qarşı məhəbbəti olmayanlar İmam Hüseyin əleyhissalama bir batil donu geyindirirlər, bir səhv donu geyindirirlər, xəta donu geyindirirlər. Amma Muaviyyənin oğlu Yezidə isə haqq donu geyindirərək onu dünyaya təqdim edirlər. Amma dediyimiz kimi Yezidin xilafəti, Yezidin xəlifə olması heç bir İslam qayda qanuna uyğun deyil. Ona görə də İmam Hüseyin əleyhissalam ona beyyət etməyib və ona beyyət etməsi belə nə olardı? İslama ən böyük xəyanət olardı. Və biz baxıb görürük ki, həqiqətən də 14 əsrdir Kərbala hadisəsi, İmam Hüseyin əleyhissalamın bu Kərbala məktəbi eyni zamanda davam edir və eyni zamanda bunun aradan getməsi üçün müxtəlif cəhətdən mübarizə də aparırlar. Amma biz İmam Hüseyin əleyhissalamın qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı bu vəsiyyətnaməsi ki var idi, məktub ki var idi, biz onu incələyəndə İmam Hüseyin əleyhissalamın hədəfini görürük. Və bir insanın hədəfinin yaşaması üçün, yəni bir insanın əqidəsinin yaşaması üçün, bir insanın etdiyi əməl yaşaması üçün orada onun hədəfinin mütləq olması, yəni hansı hədəflərə görə, nəyə əsasən
Yəni hansı məqsədlər, hansı hədəflər dayanır? Biz əgər onları incələsək, baxsaq, bilərik ki, nəyə görə İmam Hüseyn əleyhissalamın bu məktəbi, bu hadisəsi, Kərbala hadisəsi indiyə qədər yaşayıb və qiyamətə qədər də yaşayacaq. Sanki İmam Hüseyn əleyhissalam hadisədən qabaq, belə deyək ki, ona atılan o iftiralar ki var, ona atılan o səhv fikirlər ki var, sanki İmam Hüseyn əleyhissalam uzaqgörənlik edirmiş kimi onlara cavab verib. Və biz bu məktubu oxuyanda görəcəyik ki, həqiqətən də tarix boyu İmam Hüseyn əleyhissalamın Kərbalasına qarşı irəli sürülən o iddialar ki var, batil fikirlər, yanlış fikirlər, mənfi fikirlər ki var, görəcəyik ki, həqiqətən də onlar tam əsassız bir məsələdir, əsassız fikirlərdir. Amma İmam Hüseyn əleyhissalamın hədəfi, məqsədi Quran və sünnəyə uyğundur. İmam Hüseyn əleyhissalamın qardaşı Muhammed ibn Hənəfiyyəyə, yəni Hənəfiyyə ilə tanınır, Muhammed ibn Əli. Ona yazdığı vəsiyyətində İmam Hüseyn əleyhissalam öz məqsədini bəyan edir. Yezidə beyət etməməsi və Mədinədən Məkkəyə, Məkkədən də Kərbalaya üz tutması, yəni öz məqsədi nədir, hədəfi nədir, nəyi insanlara çatdırmaq istəyir? İmam Hüseyn əleyhissalam onu bir neçə kəlmə ilə bəyan edir. Buyurur, İnnəl Hüseyn ibn Ali yəşhədu ən la ilahə illallah vahdahu la şərikə ləh və ənə Muhammedən abduhu və rasuluh. Bir Hüseyn ibn Ali şəhadət verir ki, Allahdan başqa həqiqi məbud yoxdur. O təkdir, onun şəriki yoxdur. Həqiqətən də Muhammed onun bəndəsi və Allahın rəsuludur. İmam Hüseyn əleyhissalam burada bəyan etməklə, yəni birinci bunu deməklə həqiqətən də özünün müsəlman olduğunu, Allahın təkliyinə şəhadət verdiyi və Peyğəmbərin onun rəsulu, əbdi olduğuna şəhadət gətirir. Sonra buyurur ki, Cəə bil-haqqi min indil-haqq. Peyğəmbər haqq tərəfindən, yəni Allah tərəfindən haqq olaraq gəlib göndərilib. Və ennəl cənnətə və nərə haqqun. Cənnət və cəhənnəm haqdır. Və ennə saətə ətiyətun la raybə fiyhə. Və qiyamət günü ki gələcək haqdır. Və ennəllaha yəb'əsu mən fil qubur. Allah qiyamət günü gəldikdə qəbirdə olanların hər birini dirildəcəkdir. İmam Hüseyn əleyhissalam bu məktubun birinci hissəsində özünün etiqadını ortalığa qoyur. Yəni hansı əqidədə olduğunu, kimə ibadət etdiyini, hansı Peyğəmbərin ümməti olduğunu və qiyamətin sorğu-sualın, cənnət və cəhənnəmin haqq olduğu ki, İslamın əsas prinsiplərindən biridir. Bunların haqq olduğunu dedikdən sonra buyurur ki, öz hədəfini, öz məqsədini bəyan edir. Buyurur, İnni ləm əxrucu əşiran və lə bətira. Deyir, mən təkəbbürlük üzündən, xudpəsənlik, yəni özümü üstün tutmaq cəhətdən çıxmıram, xaric olmuram. Yəni, mənim məqsədim təkəbbürlük etmək deyil. Mən ki, Yezidə beyət etmirəm, onun xilafətini qəbul etmirəm, qəbul etməməkliyimin arxasında təkəbbürlük dayanmır. Və la mufsidən və la zalimən. Mənim niyyətim fitnə fəsad törətmək deyil, fəsadı yaymaq deyil. Mənim qəsdim, məqsədim kiməsə zülm etmək deyil. Və innəmə xarajtu ətlubul islaha fi ümməti cəddi Muhammedin sallallahu aleyhi və aleyhi və səlləm. Mənim hədəfim, mənim məqsədim, Yezidə beyət etməməkdə məqsədim budur ki, mənim Peyğəmbərim, cəddim, babam Muhammed sallallahu aleyhi və səlləm ümmətində islahatlar aparmaq. Bunun mənası nədir? Yezidin xilafəti dövründə, yəni Yezid ki, xilafətə gəlmişdir, artıq Peyğəmbərin gətirdiyi dinin əleyhinə o qədər dəyişikliklər aparılmışdı ki, yəni Peyğəmbər dininin aradan getmə təhlükəsi var idi. Yəni həqiqətlər aradan gedirdi. Peyğəmbərin gətirdiyi yəni prinsipləri demək olar ki, dəyişdirilirdi. Yezidin təfəkkürünə uyğun, Yezidin düşüncəsinə uyğun təbliğat olunurdu. İmam Hüseyn əleyhissalam da buyurur ki, yəni mənim məqsədim, mənim hədəfim Cəddi Muhammed sallallahu aleyhi və səlləmin ümmətində islahatlar aparmaqdır. Uridu ən əmura bil ma'ruf və ənhə anil munkar. Mənim qəsdim, niyyətim, iradəm, məqsədim budur ki, mən əmr bil ma'ruf və nəhy anil munkar edim. Yəni həqiqət nədir? Gözəllik nədir? Allahın əmr etdikləri nədir? Allahın nəhy etdikləri nədir?
Peyğəmbərin bizə çatdırdıqları nədir? Peyğəmbər bizə nəyi əmr edir? Peyğəmbər bizə nəyi nəhy edib? Mənim məqsədim, mənim qəsdim bunu qoruyub, bunu çatdırmaqdır. Vəəsiru bi sirati cəddi Muhammedin sallallahu aleyhi və səlləm. Yəni mənim yolum, mənim getdiyim yol cəddi Muhammed sallallahu aleyhi və səlləm yoludur. Yəni Peyğəmbər ki, batilə qarşı necə mübarizə aparıb, Peyğəmbər ki, necə əmr bi məruf və nəhyənil münkər edib, mənim getdiyim yol da odur. Və siratu Əbi Ali ibn Əbu Talib. Mənim getdiyim yol atam Əli ibn Əbi Talibin yoludur. Necə ki, atam Əli ibn Əbi Talib Peyğəmbərin ümmətində islahatlar aparıb, necə ki, əmr bi məruf edib, nəhyənil münkər edib, mənim getdiyim yol da onların getdiyi yola uyğundur. Fəmən qəbiləni bi qəbulil haqq fəllahu əvlə bil haqq. Hər kim məni haqq olaraq qəbul etsə, bəs Allah haqqa daha yaxındır. Və mən raddə aleyyə həzə. Hər kim məni, yəni bu dediklərimi, mənim yolumu inkar eləsə, mənim dediklərimi inkar eləsə, qəbul etməsə, Səbərtu hətta yəqdəllahu beyni və beynəl qavmi bil haqq. Mən səbr edərəm ta o vaxta qədər ki, Allah mənimlə qövm arasında haqla hökm edənə qədər. Və yəhkumu beyni və beynəhum və huvə xayrul hakimin. Və mənimlə onların arasında hökm edər, haqq olaraq haqq yəni hökm edər və Allah hökm edənlərin ən xeyirlisidir. Həzə vasiyyəti iləkə yə əxi. Bu mənim sənə olan vəsiyyətimdir. Yəni mən öz hədəfimi, öz məqsədimi sənə çatdırdım. Yəni mən Yezdə niyə beyət eləmədim? Mən niyə bu yola çıxdım? Mənim məqsədim nədir? Qəsdim nədir? Peyğəmbərin ümmətində islahatlar aparmaq, Peyğəmbərin getdiyi yolu getmək, Əli ibn Əbi Talibin getdiyi yolu getmək, əmr bi məruf və nəhyənil münkər etmək. Yəni bu mənim sənə olan vəsiyyətimdir. Və mə tövfiqi illə billah aleyhi təvəkkəltu və ileyhi unib. Bəs tövfiq, müvəffəqiyyət Allahdandır, ona təvəkkül edirəm və ona tərəf qayıdırım. Vəssalamu aleyke və alə mən ittəbəl huda. Allahın salamı olsun sənə və hidayətə tabi olanlara və la quvvətə illə billahil aliyil əzim. Allahdan başqa, böyük, uca, əzəmətli Allahdan başqa güc, qüvvət sahibi yoxdur. Biz İmam Hüseyin əleyhissalamın bu vəsiyyətinə baxdıqda, bu vəsiyyətdə İmam Hüseyin əleyhissalamın hədəfinə baxdıqda, görürük ki, həqiqətən də bir insanın hədəfi əgər düzgün olarsa, bir insanın hədəfi, məqsədi, qəsdi Allah istəyən olarsa, Peyğəmbər istəyən olarsa və Əhl-i Beyt istəyən olarsa, o insan mütləqdir ki, öz hədəfinə çatsın. İndi bu hadisənin bir zahiri tərəfi var, bir batini tərəfi var. Zahiri tərəfində biz gördük ki, bəli, İmam Hüseyin əleyhissalam həm qoşun cəhətdən az idi, həm zahiri cəhətdən, belə deyək, cismani cəhətdən məğlub olmuşdu, çadırlar oda vurulmuşdu, çadırları qarət olunmuşdur, ən əziz övladları, ən əziz yaxınları, səhabələri öldürülmüşdür və hətta özü də şəhid edilmişdir. Bütün səhabələri, qardaşı, övladları şəhid edilmişdir. Biz görürük ki, zahiri cəhətdən, bəli, bu nədir? Məğlubiyyət sayılır. Amma zahiri tərəf heç də insanın hədəfi, yəni zahiri tərəfdə məğlub olmaq və yaxud da ki, zahiri tərəfdən nəyisə biz görürük ki, bu çatmayıbsa, əldə etməyibsə, bu insanın hədəfinin yarımçıq qalmağı demək deyil. Məsələ budur ki, əgər zahiri cəhətdən İmam Hüseyin əleyhissalam məğlub olmuş olsa da belə, bu hadisənin biz batininə baxanda, İmam Hüseyin əleyhissalamın hədəfinə baxanda, məqsədinə baxanda, qəsdinə baxanda görürük ki, bugünə qədər də İmam Hüseyin əleyhissalamın Kərbalası yaşayır. Bugünə qədər İmam Hüseyin əleyhissalamın hədəfi yaşayır. Bugünə qədər İmam Hüseyin əleyhissalamın məqsədi nə idi, niyyəti nə idi, hədəfi nə idi, o yaşayır. Əsas məsələ budur. Yəni, bir insanın hədəfi haqq olarsa, bir insanın hədəfi düzgün olarsa, Allah üçün olarsa, Allah olarsa, o insan zahiri cəhətdən uduzmağına baxmayaraq, zahiri cəhətdən məğlub olmağına baxmayaraq, hədəfi haqq üzərində olduğu üçün və hədəfi Allah üçün olduğu üçün, onun hədəfi qalib sayılır. Yəni, o insan qalib sayılır. Zahiri tərəfdən məğlub olmasına baxmayaraq, batini, yəni hədəfi Allah olduğu üçün,
qəsdi Allah olduğu üçün onun hədəfi nədir? Yaşayır, o insan qalib sayılır. İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsi də, Kərbəla vaqiəsi də bu cür nədir? İmam Hüseyn əleyhissalamın məqsədi Allah, İmam Hüseyn əleyhissalamın məqsədi dinin yaşaması, İmam Hüseyn əleyhissalamın hədəfi Peyğəmbərin gətirdiyi dini qoruyub özündən sonraki insanlara, özündən sonraki ümmətə çatdırmaq və qiyamətə qədər yaşaması, hədəfi bu olduğu üçün zahirdə məğlub olmasına baxmayaraq İmam Hüseyn əleyhissalam nədir? Həqiqi qalibdir. Yəni bu yolda, bu məktəbdə İmam Hüseyn əleyhissalam həqiqi qalibdir. Sonda Həzrət xanım Zeynəb salamullah əleyhanın kəlamı ilə bitirmək istəyirəm ki, Həzrət xanım Zeynəb salamullah əleyha nə buyurdu? Mən bu hadisədə gözəllikdən başqa bir şey görmədim. Bu gözəllik də nədir? Həqiqi İslamı ümmətə çatdırmaq, həqiqi Peyğəmbərin gətirdiyi dini qoruyub saxlamaq və özündən sonraki insanlara, özündən sonraki ümmətlərə çatdırmaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.